Salam hörmətli tamaşaçılar. Bugün 20 aprel, bazar ertəsidir. Efirdə Nuray Famil qızıdır. Sizinlə günün ən son xəbərlərini bölüşürük. Aprelin 18-də və 19-da ölkə ərazisində qeydə alınan 83. Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb. Ümumi çəksi 9,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında Range Rover markalı nəqliyyat vasitəsi qaçırılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı Rzayev müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə edərək qaçırdığı avtomobillə yol nəqliyyat hadisəsi də törədib. Faktla bağlı araşdırma aparılır. İdrak liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. Stop Narkotikas xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, adı açıqlanmayan şagirddə anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var, amma o törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırki rəyə əsasən şəxs cinayət məsuliyyətindən azad edilmir. Lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən İdrak liseyində baş verib. İttihama görə 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Şagird cinayət məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər. Maşdağa da evdən 8.000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Sabunçu polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər Abbasov, Mövsimov, Vəliyev və Abbasov müəyyən edilərək saxlanılıblar. Onların daxil olduqları evdən 8.000 manat dəyərində qızıl zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib. Araşdırma aparılır. Ucar rayonunda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb. Stop Narkotikas xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daxil olan məlumata görə Ucar rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, aprelin 14-də saat 19:00 radələrində hamilə qız doğuş sancıları ilə Ucar rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram körpə dünyaya gətirib. Suraxanı rayonu ərazisində gecə saatlarında naməlum şəxs uşaq geyim mağazalarının birinə gizlicə daxil olaraq kassadan 4200 manat pul oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İsmailov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun Suraxanı və Sabunçu rayonlarında daha 3 mağazadan oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 5000 manata yaxın maddi ziyan vurduğu məlum olub. Araşdırma aparılır.